Salam dostlar. Biri var idi, biri yok idi. Bir gün sevimli meşədə ağıllı bir kirpi yaşayırdı. O dostlarına maraqlı hekayələr danışmağı sevirdi. Bir gün Dovşancık Topa həyəcanla onun yanına qaçdı. Kirpi, kömək et. Gözlerim ağrıyor. Her şey bulanık görünür. Bazen ise öz-özünə yaş axır. Kirpi diqqətlə Topaya baxdı və soruşdu. Son günler necə vaxt geçirirdin? Her zamanki kimi səhərdən akşama kadar telefonda oyun oynayırdım. Orada çok maraqlı oyunlar var. Kirpi dərindən nəfəs aldı və başını yellədi. Topa, bilirsenmi ki gözlerin senin küçük köməkçilerindir. Onlar sana dünyanın nece güzel olduğunu gösterirler. Mavi səmanı, yaşıl otları, sarı zencir otlarını. Ama eğer çok uzun müddet ekrana baksan, gözlerin yorular. Sanki uzun kaçıştan sonra ayakların kimi. Doğrudan Təəccübləndi Topa. elbette gözler parlak ekran ışığını xüsusilə qaranlıqda sevmirlər. Telefonla çok oynayanda gözler gerginleşir, kuruyur ve her şey bulanık görünmeye başlayır. Eğer her gün belə etsən, görmə qabiliyyətin zəifləyə Vay, Qorxdu Dovşancık. bəs nə etməliyəm? Çox sadə. Kirpi gülümsədi. Gözler dincəlməlidir. Her saat uzağa, ağaçlara, bulutlara bak. Kitap oku. Tekçe ekranı yok. Açık havada gez. Orada gözlerin için her şey daha yaxşı olacak. O gündən sonra Topa telefonda daha az oynamağa başladı. O gəzdi, çəmənlikdə hoppandı və ətrafındakı dünyaya həvəslə baxdı. Onun gözləri yenidən sağlam və xoşbəxt oldu. Mənim balaca gözəl balalarım. Nəticə, telefon maraqlıdır. Amma gözlərimiz qayğıya ehtiyac duyur. Onları qorumağı unutmayın. Bununla da nağıl sona çatdı. Sizinlə Ayka idi. Ayka Uşaq kanalı. Dostlar, əgər siz bu nağılı bəyəndinizsə, like qoymağı unutmayın gözəl barmaqlarınızla. Əgər abunə olmamışsınızsa, onda mütləq tələsin, abunə olun canlarım. Sağ olun, salamat qalın.